Salam, hər vaxtınız xeyir olsun. Bu görmüş olduğunuz görüntülər Sumqayıt şəhəri 14-cü məhəllə ev 1A drop 3B-dəndir. Bu görüntülər sakinlər tərəfindən bizə təqdim olunub. Mən qısa xülasə olaraq sizə deyim ki, əziz dostlar, adı çəkilən ünvanda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə böyük bir ərazidə həmişə yaşıl ağaclar əkilib və ərazi sakinlərinin təşəbbüsü ilə də ağaclar uzun illərdir ki, ərazidə qorunur, qulluq edilir onlara ki, bildiyimiz kimi Sumqayıt sənaye şəhəridir və bu sənaye şəhərində çirkli havanın təmizlənməsi üçün bir dəstək olsun. Çünki həmin ərazidə adı çəkilən məhəllədə yetəri qədər azyaşlılar var, körpələr var ki, həmin körpələr yəni onların sağlam yaşaması üçün, sağlam mühitdə böyüməsi üçün sakinlər var gücləri ilə çalışırdılar. Lakin icra hakimiyyətinin amini ilə, xeyir duası ilə ərazi görmüş olduğunuz kimi kiməsə satılıb, dəmir çərçivəyə salınıb və günün günorta çağı sakinlərin qorumuş olduğu Ümummilli liderin 95 illik yubileyi münasibəti ilə əkilən bu ağaclar həyasızcasına daşınır ərazidən, çıxarılaraq kötüyündən daşınır. Vətəndaşlar nə qədər etiraz bildirsələr də buna, bir çox qurumlara müraciət etsələr belə, heç bir kəs onların səsinə səs vermir, heç bir kəs onlara əhəmiyyət vermir. İcra hakimiyyətinə müraciət zamanı isə bildirilir ki, ərazidən çıxarılan ağaclar başqa bir ərazidə böyük bir park salınır, ora əkilir. Ay hörmətli Zakir Fəracov cənabları, bəs dövlət büdcəsindən o adı çəkilən parka ayrılmış pul, hansı ki o ağacların əkilməsi üçün ayrılıb, o pulu kim yeyib? Nəyə görə siz əkilmiş, böyüdülmüş sakinlərin bu qədər əziyyət çəkib qulluq etdiyi ağacları çıxardaraq həmin əraziyə daşıyırsınız? Və siz bu əməllərinizlə kimin gözündən pərdə asmaq istəyirsiniz? Dövlət Təhlükəsizlik Xidmətinin mi, Baş Prokurorluğun mu, yoxsa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mi? Bir gün gələcək ki, bu sakinlərin də haqq səsi eşidiləcək. Dostlar, maksimum bu görüntüləri paylaşın, maksimum paylaşın ki, qoy hər kəs şahidi olsun bu qanunsuzluğun. Hər bir kəs görsün ki, Cənab Prezident İlham Əliyevin və Mehriban Əliyevanın fotoları fonunda nə cür qanunsuzluqlar, nə cür cinayətlər baş verir.